Salam dəyərli müəllimlər, hər birinizi salamlayıram. Sizinlə bugün bizim ilk dərs günümüzdür. Bu dərs münasibətilə hər kəsə uğur arzu eləyirəm. Sizinlə ilk dərsimiz bizim Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi olacaq. Deməli, bu təlimdə biz nəyi öyrənəcəyik? İnkişafa açıq və qapalı düşüncə tərzinin xüsusiyyətlərini müəyyənləşdirəcəyik. Şagirdlərdə inkişafa açıq düşüncə tərzini necə formalaşdırmaq lazım olduğunu öyrənəcəyik. Düşüncə tərzi nəzəriyyəsini Karl Dweck yazıb. Karl Dweck Amerikalı psixoloqdur. Qeyd edim ki, hələ də yaşayır və öz araşdırmalarını davam edir. Karl Dweck 30 ildən çox araşdırma nəticəsində düşüncə tərzi nəzəriyyəsini belə deyək ki, yazıb və Karl Dweckə görə insanlar iki cür düşüncə tərzində olurlar. İnkişafa açıq və inkişafa qapalı düşüncə tərzində. Ümumən mən sizə deyim ki, Karl Dweckə görə də, elə mənim özümə görə də insanın bir şeyi bacarması üçün öncə ona inanması lazımdır. O bizim bir məsəl var, atalar sözüdür, deyir, niyyətin hara, mənzilində ora. Yəni siz necə düşünürsünüzsə, bunu eyni birəbir edəcəksiniz. Əgər öyrənəcəyinizi düşünürsünüzsə, öyrənəcəksiniz. Yox, mən bunu öyrənə bilmərəm deyirsinizsə, gerçəkdən artıq təslim olmusunuz və deməli bunu öyrənə bilməyəcəksiniz. Məsələn, baxın, bir müəllim öz ixtisasını yaxşı bilir, amma elə bismillah eləyib dərsə başlamamışdan deyir metodika çətindir. Mən metodikanı öyrənə bilmirəm. Gedim elə altısını yazım bəsimdir. Halbuki o öz belə deyək də, düşüncəsinə bunu öyrətməsə, fikirləşsə ki, mən bunu öyrənə bilərəm. Axı bu nədir ki, hər kəs öyrənirsə, 10 dənə müəllimdən 8-i gedib metodikadan 15 plus yazırsa, mən niyə öyrənə bilməyim? Mən ki, öz ixtisasımı yaxşı bilirəm. Və yaxud heç ixtisasdan yaxşı bilmirəm, mən öz ixtisasımı da öyrənə bilərəm. Yəni belə deyim də, düşüncən nədirsə, həyata keçirdiyin də odur. Bu Dweckə görə insanın uğuru təkcə bacarığından keçmir. Öz bacarığına necə inandığından keçir. Yəni siz öz bacarığınıza necə inansanız, inanın ki, bacardıqlarınız o hazırki vəziyyətdən də üstün olacaq. Karl Dweck'in fikrincə, biz şagirdlərə çətin tipli məsələlər veririk və şagirdlər bunun qarşısında iki cür düşüncə tərzi göstərirlər bizə. Bir, qapalı, iki, açıq. Baxın, nədir bu qapalı düşüncə tərzi və açıq düşüncə tərzi? Elə adından da məlumdur, qapalı. Biz qapalı bir qutuya nəsə qoya bilərikmi, ağzı qapalı bir qutuya? Xeyr, təbii ki. Qapalı bir qutunun içinə nəyisə qoya bilmiriksə, beynimizi də ora, o mövzuya, belə deyək, bu fənnə qapamışıqsa, deməli onun içinə biz ona aid heç bir bilik, bacarıq qoya bilmərik. Lakin açıq olan qutunun içinə əlimizə nə gəldi qoya biliriksə, deməli beynimizi də açsaq, onun içinə həmin mövzuya, həmin fənnə aid bilik, bacarıq yerləşdirə bilərik. Yəni biz buna belə yanaşaq. Baxın, qapalı düşüncə tərzi nədir? Qapalı düşüncə tərzinə sahib olan insan, istər müəllim olsun, istər şagird olsun, düşünür ki, qabiliyyət dəyişmir. Qabiliyyət heç vaxt dəyişmir. Onun düşüncəsində insan zəkalı doğulur. Bilik, bacarığın insana Allah tərəfindən verildiyini, fitri istedad olduğunu düşünür. Lakin bu yanlış düşüncədir. Qapalı düşüncə tərzində olan insan fikirləşir ki, bacarıramsa, indiyənə qədər bacarardım. İndiyənə qədər bacarmıramsa, deməli bunu mənə Allah verməyib. Məsələn, müəllimlərin özünün də çoxunda yanlış düşüncə var. Bir riyaziyyat müəllimi girir sinifə, görür ki, sinifdə 20 uşaq var, bunun 5 dənəsi riyaziyyata həvəslidir. Oxuyur, öyrənir, yerdə qalan 15-inə izah eləyir. Uşaqlar qavramır. Deyir bu 15-ində riyazi təfəkkür yoxdur. Bunlar riyaziyyat üçün yaranmayıb. Mən elə bu 5 dənə uşağım riyaziyyat üçün yaranıb. Lakin bu yanlış düşüncədir. İnsanlar hər hansısa bir fənn üçün yaranıb və yaxud da bu fənn üçün yaranmayıb.
Bu yanlış düşüncədir. Karl Dweck ömrünün 30 ilini bu nəzəriyyəni yazmaq üçün araşdırıb, həsr eləyib və sübut edib ki, bu düşüncə yanlış düşüncədir. Filan kəs texniki fənlər üçün, filan kəs humanitar fənlər üçün, filan kəs tətbiqi fənlər üçün yaranıb. Xeyr, bu yanlış düşüncədir. Bu qapalı düşüncədir. Müəllim özü qapalı düşüncədədir, valideyn özü qapalı düşüncədədir deyə öz evladını, öz dərs dediyi şagirdi də qapalı düşüncə tərzində formalaşdırır. Ola bilər ki, bu 15 şagird bu riyaziyyatı bu gün götürmədi, hələ ki öyrənmədi. Biz belə deyək də, öyrətmə metodumuzu dəyişərək bu şagirdləri də riyaziyyatı aşılaya bilərik. Onlarda riyaziyyata qarşı motivasiya oyatsaq, öyrənməyin fitri istedad olmadığını bunlara öyrətsək, öyrənməyin əzmdən, çalışmaqdan keçdiyini öyrətsək bu şagirdlərə, onlar bütün fənləri mənimsəyəcəklər. Qapalı düşüncə tərzində olan şagird və yaxud da müəllim. Baxın, müəllim 20 şagirdə dərs keçir. 5-i özü öz istəyi ilə riyaziyyat istəyir. 15-i istəmir və müəllim həmin bu çətinlikdən qaçır. Müəllim bu 15 şagirdə öyrətmək istəmirsə, deməli onda qapalı düşüncə tərzi var. O qaçır çətin bu 5 şagirdə, asan şagirdə öyrətməyə nə var ki? Asanı əldə etməyə nə var ki? Ən belə deyək də, çətini qavraması zəif olan şagirdləri öyrətməkdir. Biz onlarda açıq düşüncə tərzi formalaşdıraraq bunu şagirdlərə öyrədə bilərik. Baxın, səhvdən qorxur. Əgər şagird səhv etməkdən qorxursa, bu şagird deməli qapalı düşüncədədir və şagirdləri qapalı düşüncə tərzinə, belə deyək də, keçirdən əsasən ibtidai sinif müəllimləridir. Şagirdlər bir şagird qaydası əl üstə otururlar və şagirdə səhv etmə ixtiyarı vermir. Şagird suala səhv cavab verir. Şagird suala səhv cavab verərkən müəllim deyir ki, gətir gündəliyi yazacağam, atasına zəng eləyəcəm, anava zəng eləyəcəm. Şagird artıq səhv eləməkdən qorxur. Səhv etməkdən qorxan şagird içinə qapanır. Artıq düzgün bildiklərinə də cavab verməyə qorxur. Şagird artıq risk götürmür. Qorxur, deyir, birdən səhv deyərəm, müəllim yenə üstümə qışqırar və yaxud da sinifdə səhv cavab verən şagirdə digər şagirdlər gülür. Müəllim burada artıq bu, belə deyək də, indi biz gələcək dərslərimizdə keçəcəyik, sinifin idarə edilməsini. Burada müəllim əslində sağlam psixoloji mühit qurmalıdır ki, sinifdə biri səhv cavab verərkən ona gülünməsin. Şagird o zaman qapalı düşüncə tərzinə keçir. Və ən əsası, dəyərli müəllimlər, tənqidi qəbul etmir. Əgər hansısa situasiya tipli suallarda, hansısa bir sualda tənqidi qəbul etmir varsa, bu qapalı düşüncə tərzidir. Bu nə deməkdir? Baxın, bunu sizə açıqlayıram. Siz belə deyək də, bir müəllimsiniz, getmisiniz digər müəllim yoldaşınızın dərsində əyləşmisiniz. Siz yeni müəllimsiniz, həmin müəllimin də bir 20 il stajı var. Siz müəllim dərsi keçdi, razı qaldınız, deyirsiniz ki, sizin dərs metodunuz mənim xoşuma gəldi, lakin dərsə başlamazdan öncə təlim nəticələrini elan etmədiniz. Təlim nəticələrini elan etsəniz, şagirdlərin öyrənməyə də həvəsi daha yaxşı olar, sonda nəyə nail olduqlarını da əvvəlcədən bilərlər. Əgər müəllim qapalı düşüncə tərzindədirsə, baxın, bu tənqidi qəbul etməyəcək. Deyəcək ki, mən 20 ilin müəllimiyəm, mən sizin yaşda artıq tələbələrim var, siz durub mənə dərs öyrədirsiniz, mənə dərs keçməyi öyrədəcəksiniz, fikir verin, qəbul etmədim. Və yaxud da belə deyək də, Ayşədir, bir də Aysudur, dərs danışırlar. Bu Ayşədə xüsusi hər hansısa bir primitiv bir səhv var. Bu Ayşə təbii ki, bu Aysu Ayşədən yaxşı oxuyan bir tələbədir. KSG-ləri, BSG-ləri hamısı, yəni 90 plusdur. Amma ola bilər ki, onun da səhv etmə ehtimalı var da. Onda bir səhv tutur, deyir, dünənə qədər KSG-lərdən 3 alırdı, indi gəlib məndə səhv tutur. Xeyr, bu səhv deyil. Ən yaxşısı mənəm, ən yaxşı yeməyi mən bişirirəm, ən yaxşı işi mən görürəm, ən yaxşı dərsi mən oxuyuram, ən yaxşı misalı mən həll eləyirəm deyirsə, o qapalı düşüncə tərzindədir. Açıq düşüncə tərzində deyil. Qapalı düşüncə tərzində olan şagird, müəllim, istər hər hansısa bir şəxs tənqidi qəbul etmir. Ona tutulan iradı qəbul etmir.
İndi açıq düşüncə tərzində keçəcəyik ki, tənqidi özünə çatışmazlıqlarını aradan qaldıran vasitə kimi baxırsa açıq düşüncə tərzindədir. Amma o tənqidi qəti şəkildə qəbul etmir. Ən düzü mənəm, ən yaxşısı mənəm. Mən niyə görə kimdənsə məsləhət almalıyam deyirsə, bu qapalı düşüncə tərzindədir. Baxın, mən burada sizə biraz uzun danışa bilərəm, amma tam olaraq açıq, aydın izah etmək istəyirəm ki, situasiya tipli suallarda seçə biləsiniz ki, açıq düşüncə tərzi hansıdır, qapalı düşüncə tərzi hansıdır. Baxın, uğuru istedadla izah eləyir. Məsələn, tutaq ki, bir müəllim düşünün, çox özünə çox yaxşı, belə deyək də, əziyyət çəkib, uğur əldə eləyib. Bu gün onun həm çox belə deyək də, uğurlu tələbələri var. Onun tələbələri test imtahanlarında, e, yəni dimin imtahanlarında yüksək nəticələr əldə eləyir. Digər qapalı düşüncədə müəllim deyir ki, onun şagirdlərinin uğur əldə etməsinə səbəb elə onun özünün uğurlu olmasıdır. Onun bəxti var da, bəxti gətirdi. Axı bu belə deyil. Bu müəllim öz üzərində işləyib, əzm göstərib və şagird də öz üzərində işləyib, əzm göstərib gedib 600 balı yığıb. 600 bal uğurdu. Qapalı düşüncə tərzi fikirləşir ki, bu uğuru o bəxtəbəxt əldə edib. Yəni istedada əziyyət çəkib istedadlanıb baxmır, deyib bəxti gətirib. Uğursuzluğa öz zəifliyi kimi görür. Baxın, bir insan uğursuzluğa düçar olanda, əgər qapalı düşüncə tərzidirsə, bunu gizlədir. Fikir verin, məsələn, abituriyentlərin imtahanında 250 bal yığıb utanır deməyə. Demir balını, gizlədir balını. Çünki fikirləşir ki, məsələn, 400 ballıq sistemdə mən 200 bal yığmışamsa, bu mənim uğursuzluğumdur, mənə zəif kimi baxacaqlar. Lakin belə deyil. O öz belə deyək də, əzmini artırsa, çalışsa, o 300 də yığar, 350 də yığar, 400 də yığar. Amma bu çünki qapalı düşüncə tərzindədir. Fikirləşir ki, bacarmayacağam. Mən bir il oxudum, 400 yığa bilmədimsə, heç vaxt bacarmayacağam. Zəiflik kimi görür. Öz belə deyək də səhv cavab verməkdən utanırlar qapalı düşüncə tərzli insanlar. Salam müəllimə, necəsiz? Təşəkkür edirəm, yaxşı olasınız. Aha, baxın bir nümunə deyirəm. Deyir ki, mən riyaziyyatdan zəifəm. Onsuz da bacarmayacağam. Bir misal vermisiniz. Qapalı düşüncəyə sahib şagird deyir ki, onsuz da mən riyaziyyatdan zəifəm. Bu çətin misalı mən niyə fikirləşim? Qoy sinifdə o qədər savadlı uşaqlar var, onlar fikirləşsinlər. Artıq bu insan bu buranı bağlayıb da. Bax bir qutu təsəvvür eləyin, ağzı açıqdır. Biz bura nə istəsək qoya bilirik. Bir qutu təsəvvür eləyin, bağlıdır. Biz bura heç nə qoya bilmərik. Bu insanın düşüncə tərzini dəyişməmiş şagirdə heç nə öyrədə bilmərik. İlk öncə onun düşüncəsini açmalıyıq. Qapalı düşüncə tərzinə malik şagird fikirləşir ki, əgər zəka varsa, doğuşdan var. Əgər indiyənə qədər bacarmamışamsa, heç vaxt bacarmayacağam. Mən riyaziyyatdan zəifəm, deməli mən riyaziyyat üçün doğulmamışam. Mən humanitar fənlər üçün doğulmuşam. Bunu da qapalı düşüncə tərzinə malik müəllimlər şagirdləri aşılayır, valideynlər şagirdləri aşılayır. İlk öncə biz müəllimlər özümüz açıq düşüncə tərzinə malik olmalıyıq ki, şagirdlərimizdə də açıq düşüncə formalaşdıraq. Açıq düşüncə tərzi, baxın, açıq düşüncə tərzində artıq hər şey tamamilə fərqlidir. Açıq düşüncə tərzinə malik insan inanır ki, zəka və bacarıq əmək və öyrənməklə inkişaf edir. Yəni mən əmək sərf eləyirəm, mən günümün yarısını sərf eləsəm, mən öyrənəcəm. Elə deyil ki, öyrənə bilməyəm. Yavaş-yavaş, əzmlə, səbirlə, amma sonda öyrənəcəm. Çətinliyi qəbul edir. Deyir, mən qəbul edirəm, bu çətindir, lakin öyrənə bilərəm. Səhvlərindən dərs çıxarır. Baxın, qapalı düşüncə tərzinə malik şəxs səhv etməkdən qorxur, səhv etməyi istəmir. Açıq düşüncə tərzinə malik şəxs səhvdən dərs çıxardır. Fikirləşir, səhv etdim. Bu səhvi niyə etdim? Bu səhvindən dərs çıxardır, bir də o səhvi etməmək üçün çalışır. Davamlı çalışma göstərir. Baxın, qapalı düşüncə
tərzinə malik bir şəxs ingilis dili öyrənmək istəyir. Bir gün cəhd eləyir, öyrənə bilmir. İkinci gün cəhd eləyir, öyrənə bilmir. Üçüncü gün deyir ingilis dili mənlik deyil. Lakin açıq düşüncə tərzinə malik insan deyir, əzmlə də, səbirlə də öyrənəcəm və öyrənir də. Qapalı düşüncə tərzindəki insan deyir, mən bacarmıram, bacarmayacağam. Açıq düşüncə deyir ki, hələ ki bacarmıram, bacaracağam. Əzm göstərsəm, səy göstərsəm, çalışsam, bacaracağam. Baxın, belə bir müqayisə qoymuşam. Qapalı düşüncə. Bacarıq deyir dəyişmir. Əvvəlcədən bacarmışamsa bacarmışam. Bacarmamışamsa indən belə məndən nə olacaq? Halbuki açıq düşüncə deyir ki, bacarıq inkişaf edir. Baxın, insanın beyni məlumat yığdıqca belə deyək də böyüyür. Belə vizual olaraq böyümür. İnsanın beyni genişlənir. Məlumat götürmə ora artıq çoxalır. O deyirlər, dəmir işlənmədikcə paslanar, atalar sözü var. Yəni beyin də işlənmədikcə müəllimlər paslanır. Adicə siz özünüzü götürün, aradan bir 5 il, 10 il buraxmış bir müəllimin yadından hər şey keçir. Amma bir il hazırlaşandan sonra artıq ikinci il hazırlaşanda deyir, bəli, mən artıq tam bir müəllim olmağa hazıram. Nə üçün? Çünki beyin paslanmışdı sanki, məcazi mənada desək. Və siz öyrəndikcə artıq beyninizin götürmə qabiliyyəti çoxalır. Beyin artıq belə deyək də öz öyrənməyə adaptasiya olur. Əvvəl öyrənə bilmirdiniz, 1, 2, 3, 4 cəhd etdiniz, açıq düşüncədə idiniz, dediniz bacaracam, bacardınız. Qapalı insan 1, 2, 3 deyir, yox, mənlik deyil metodika. Gedərəm, yazaram, yazaram, yazmaram, yazmaram. Lakin metodikanı sevsəniz, metodikanı oxumağı sevsəniz, gerçəkdən açıq düşüncə ilə metodikaya yanaşsanız, 15-dən də çox yazarsınız, hətta 18-19-da yazarsanız. Qapalı düşüncə tərzindəki insan deyir ki, səhv uğursuzluqdur. Səhv etmişəmsə, vəsə, mən bu uğursuzluğu əldə etdim, alınmayacaq, məndən öyrənən olmaz. Açıq düşüncəli insan deyir, səhv etdim, öyrənirəm də, öyrənəndə hamı səhv eləyər. Səhvə öyrənməyə gedən yol kimi baxır. Deyir ki, səhv varsa deməli cəhd var. Öyrənirəm, cəhd eləyəcəm, alınacaq. Qapalı düşüncə qaçır. Səhv etdisə qaçır. Çətindirsə qaçır. Amma açıq düşüncə çalışır. Qapalı düşüncə tərzi elə tənqidə qapalıdır. Amma açıq düşüncə tərzində olan şəxs tənqidə açıqdır. Düşüncə tərzi nəzəriyyəsi göstərir ki, insanın inkişafı onun istedadından çox öyrənməyə olan münasibətindən asılıdır. Baxın, bu gerçəkdən doğrudur. Başlayarkən məqsədiniz nədir? Müəllimlərin işə qəbul imtahanında nəticə göstərmək. Əgər bu nəticə üçün çalışırsınızsa nəticə göstərəcəksiniz. Baxın, qapalı düşüncə tərzindəki insanlar daima özlərinə bəhanə tapırlar. Yorğun idim, vaxt çatdıra bilmədim. Elə olmadı, belə oldu, bu oldu, qaçır, görürsüz qaçır. Amma açıq düşüncəli şəxs vaxt tapır, gündə 10 dəqiqə də olsa oxuyur ki, yavaş-yavaş mən sonda uğuru əldə eləyəcəm. Sizin düşüncəniz əslində sizi gedəcəyiniz yerə aparır. Aha, davam eləyək. Baxın, dedik qapalı düşüncə, açıq düşüncə. Bəs düşüncə tərzini dəyişdirmək mümkündürmü? Yəni qapalı düşüncə tərzində olan şagirdi biz açıq düşüncəyə və yaxud da əksini açıq düşüncədə olan şagirdi qapalı düşüncəyə keçirdə bilərikmi? Bəli, keçirdə bilərik. Bizim düzgün addımlarımız qapalı düşüncədə olan şagirdi açıq düşüncəyə keçirdir. Yanlış addımlarımız açıq düşüncədə olan şagirdi qapalı düşüncəyə keçirdir. Gəlin indi araşdıraq ki, bu necə olur? Dvikə görə düşüncə tərzi sabit deyil. Baxın, Dvik fikirləşir ki, düşüncə sabit deyil. Siz zamanla, şuurlu şəkildə çalışmayla düşüncənizi inkişaf etdirə bilərsiniz. Qapalı düşüncədən açıq düşüncəyə keçmənin yolları. Dilimizi dəyişəcəyik. Bacarmıram deməyəcəyik. Hələ ki bacarmıram. Hələ ki. Şagirdə sən riyaziyyatı bacarmırsan, yox, hələ ki bacarmırsan, çalışsan, səy göstərsən, bacaracaqsan deməliyik.
Səhvlərə münasibəti dəyişməliyik. Səhvə uğursuzluq kimi baxma. Səhvə öyrənmə fürsəti kimi bax. Nə yaxşı ki, mən səhvi burada etdim. Gedib imtahanda etmədim. Ona görə çox çalışan, çox səy göstərən əslində səhvi burada edəcək və bu səhv onun üçün fürsət olacaq, öyrənmə fürsəti. Səyi təriflə. Baxın, mən dedim ki, bizim səhv addımımız açıq düşüncə tərzində olan şagirdi qapalı düşüncəyə keçirdir. Bəs necə? Çox sadə. Şagirdin səyini yox, özünü tərifləsəz, şagird qapalı düşüncə tərzinə keçəcək. Necə? Siz şagirdə deyirsiniz ki, afərin, sənin atan da riyaziyyatçıdır, mən sənin atava dərs keçmişəm. O vaxtı bilirəm, sənin baban da elmlər doktorudur. Siz ailəlikcən elə riyaziyyatçısınız. Ola bilməz ki, sən riyaziyyatı bacarmayasan. Bu şagird deyir ki, mən niyə dərs oxuyuram? Mənim babam riyazi elmlər doktoru, atam da riyaziyyat müəllimi. Elə fitri istedad deyə bu məndəki. Mənə Allah tərəfindən vergi verilib. Görürsüz, keçdi qapalı düşüncə tərzinə. Lakin səyi tərifləsəm, təkcə nəticəni yox, çalışmanı və prosesi qiymətləndirsəm. Afərin, sən çox əziyyət çəkdin. Sən bu kiçik summativ qiymətləndirməyə qədər çox çalışdın, dərslərini təkrar etdin. Bunun üçün də kiçik summativ qiymətləndirmədən 90 plus aldın. Və yaxud da afərin, il ərzində sən çox çalışmısan, sən çox çalışqan şagirdsən, öz səhvlərinə öyrənmə fürsəti kimi baxdın. İl ərzində oxudun, böyük summativ qiymətləndirmədən 5 aldın. Şagird bilir ki, onun 5 almasına səbəb çalışmağıdır. Yəni, istedad uğur deyil, əzmdir. Şagird bunu anladı. Amma mənim yanlış rəyim, afərin, sən onsuz da bacarıqlı şagirdsən. Sən riyaziyyatı bilirsən deyə elə kimya ilə fizikanı da yaxşı oxuyursan. O da deyir ki, mən niyə kimya fizika oxuyum? Mən onsuz da riyaziyyatçıyam deyə kimya ilə fizikanı yaxşı bilirəm. Yəni bizim yanlış rəyimiz şagirdlərdə qapalı düşüncə tərzi formalaşdırır. Bizim rəyimiz prosesə yönəlik olmalıdır. Şagirdin özünə yönəlik yox, prosesə yönəlik. Çətinlikdən qaçma. Çətin tapşırıqlar beyni inkişaf etdirir. Şagirdlərə biz öyrətsək ki, çətinlikdən qaçmayın. Siz nə qədər ki, çətin tapşırıqlar etdiniz, beyniniz inkişaf edəcək. Onları açıq düşüncə tərzinə formalaşdırırıq. Tənqidi fürsət kimi gör. Məni tənqid etdilər, yox. Mənə nəyi inkişaf etdirməli olduğumu göstərdilər. Baxın, qapalı düşüncədəki şəxs tənqidi qəbul etmir. Deyir, mən səndən 5 bayram böyüyəm, mənim bildiklərimin yanında sən heç də bilmirsən, gəlib məni ağıl öyrədirsən. Qapalı düşüncə deyir bunu. Və yaxud da deyir, dünənə qədər kiçik summativ qiymətləndirmədən 4 alırdı. İndi gəlib mənim kimi hər kiçik summativ qiymətləndirmədən 90 plus alan şagirdə irad tutur. Baxın, görün, şagirddə qapalı düşüncədir artıq. Qapalı düşüncə var bu şagirddə. Lakin ona edilən tənqidi, o əslində nəyi inkişaf etdirməli olduğunu bilirsə, deməli bu insan açıq düşüncə tərzindədir. Öz şagird yoldaşından kömək istəyə bilirsə, baxın, situasiya suallarına qarşınıza çıxa bilər. Əgər şagird dostu, şagird yoldaşından kömək istəyirsə, köməyi özünə utanc, zəiflik kimi görmürsə müəllimlər, bu açıq düşüncədir. Əgər kömək istəməyi zəiflik görürsə, deməli o insan qapalı düşüncə tərzindədir. O şagird qapalı düşüncə tərzindədir. Karl Dweckə görə səhvlərin öyrənmə prosesinin təbii hissəsi olduğunu vurğulamalıyıq biz. Şagirdlərə səhvin öyrənmə prosesinin təbii hissəsi olduğunu öyrədərək şagirdlərdə açıq düşüncə tərzi formalaşdıra bilərik. Dweckə görə açıq düşüncə tərzində olan şagird fikirləşir ki, mən öyrənirəmsə, mən səhv də edə bilərəm. Səhv etdimsə, bu mənim zəif olduğumu göstərmir. Əgər mən səhv edirəmsə, deməli bu mənim öyrənməyimin sübutudur. Səhv də edə bilərəm, düz də edə bilərəm. Belə deyək də, müəllimlər, sanki açıq düşüncəli insan deyir ki, dağa çıxmaq üçün təbii ki, mən yıxılacam, duracam, büdrəyəcəm, ayağa qalxacam, sonda dağın zirvəsinə çatacam. Qapalı düşüncə tərzindəki şagird elə ayağın atır, ayağının altından bir daş dağda qaçan kimi
Deyir, yox, o dağın başına çıxmaq mənlik deyil. Açıq düşüncəli insansa deyir ki, qapalı düşüncəyə fərqli olaraq açıq düşüncəli şagird də deyir ki, sonda mən o dağın başına çıxacamsa, bu yolda məni hər təhlükə gözləyə bilər. Aha, və biz müəllim olaraq şagirdlərin səhvini cəzalandırırıqsa və ya mənfi qiymətləndiririksə, bu zaman şagirdlərimizdə inkişafa qapalı düşüncə tərzini gücləndirəcəyik. Əgər biz əksinə səhvləri normal qarşılasaq, şagirdin özünə inamını və öyrənməyə motivasiyasını artırsaq, şagirdə öyrənmə motivasiyası versək, baxın, bu çox önəmlidir. Şagirdə motivasiyanı versək öyrənmək üçün, şagird zamanla öyrənməyi bacaracaq və onda açıq düşüncə tərzi formalaşdıracaq. Müəllimlər, istər özümüz, istər şagirdlərimiz açıq düşüncə tərzinə malik olmayana qədər öyrənə bilməyəcəyik. Öyrənmə prosesində risk götürmə mədəniyyəti. Risk götürmə mədəniyyəti öyrənmə zamanı səhv etməkdən qorxmamaqdır. Baxın, əgər bir şagird cavab verməkdən qorxursa, səhv etməkdən qorxursa, deməli onda risk götürmə mədəniyyəti yoxdur. Və biz ona müəllim olaraq onu şagirddə formalaşdırmalıyıq. Səhv edən kimi üstünə qışqırmamalıyıq. Gətir gündəliyi yazacağam, anava zəng eləyəcəm. Belə etməklə biz şagirdi qorxuduruq. Şagirdə öyrənməni artıq belə deyək ki, qapayırıq. Öyrənmənin qarşısına keçirik. Əzimin, çalışqanlığının qarşısına keçirik. Və ə, öyrənmə kontekstində risk götürmə mədəniyyəti nədir? Sual verməkdən çəkinməməlidir. Bəzi müəllimlər var, sinifdə elə bir mühit qururlar ki, şagird sual verə bilmir, qorxur sual verməyə. Biz şagirddə sual vermə mədəniyyəti formalaşdırırıq. Cavabın səhv olacağını bilə-bilə də onun fikir deməsinə yardımcı olmalıyıq. Şagird qorxmamalıdır ki, mən birdən səhv fikir söyləyərəm. Və yaxud da yeni bir çətin tapşırıq var. Hə, sən işləmə, onsuz da bu sənlik deyil. Belə müəllimlər var. Nə qədər acı da olsa, belə müəllimlər var. Şagirdə deyir ki, bu sənlik deyil. Yəni şagirdə deyir ki, sən onda bunu heç vaxt bacarmayacaqsan da. Bu sənin beyninin kapasitəsində deyil, deyir. Amma bu səhvdir, yanlışdır. Şagirdi biz qapalı düşüncəyə möhürlüyürük onda. Şagirdə cəhd eləməyi öyrətməliyik. Səhvlərdən utanmamalıdır şagird. Sinifdə elə bir mühit qurmalıyıq ki, şagirdlər səhv etməkdən çəkinməsinlər. Əgər biz şagirdə səhv eləyəndə danlayırıqsa, mənfi rəy veririksə, o şagirdlərdə açıq düşüncə tərzi formalaşdıra bilmirik. Açıq düşüncə tərzini formalaşdıra bilmədiyimiz halda da biz şagirddən hər hansısa bir bacarıq gözləməməliyik. Nəyə görə risk götürmə vacibdir? Risk götürmə dərin öyrənməyə belə deyək də yol açır. Əgər baxın, risk götürmə biz nə dedik? Uşaq sual verməlidir. Səhv sual verərkən cavab verərkən utanmamalıdır. Öz səhvlərinə zəiflik kimi baxmamalıdır. Və əgər biz şagirdlərdə risk götürmə mədəniyyəti formalaşdırmırıqsa, o zaman onda dərin öyrənmə baş verməyəcək. Şagird istər yaradıcı, istər tənqidi düşünə bilməyəcək. Özünə inanmayacaq. Passiv qalacaq. Lakin biz onda risk götürmə mədəniyyəti formalaşdırsaq, o dərin öyrənəcək, yaradıcı düşünəcək, tənqidi yanaşacaq, özünə inamı artacaq, passiv yox, aktiv öyrənəcək. Biz şagirdlərdə passiv dinləyici yox, aktiv dinləyici olmağı şagirdlərdə formalaşdırmalıyıq. Sonra baxarım. Aha. Bəs yaxşı, biz sinifdə risk götürmə mədəniyyətini necə formalaşdıraq? Baxın, sinifdə müəllim risk götürmə mədəniyyətini formalaşdırmağa necə nail ola bilər? Səhvləri normal qarşılamalıdır. Sən səhv etdin, onun üstünə qışqırmaqla, onu hədələməklə, ona qorxu aşılamaqla şagirdə
biz heç nə əldə edə bilmərik də. Baxın, ibtidai sinifdə müəllimlər o qədər belə davranırlar ki, şagirdlərə. Şagird bir müəllimin əlinin altında qorxa-qorxa dərsi oxuyur. İbtidai sinifdən çıxıb 5-ci sinifə keçəndə artıq o 5, 6, 7 müəllimlə qarşılaşır. Sinif rəhbəri də artıq bir şagird, biz sinifdə 40-45 şagird olur bəzi siniflərdə 30 şagird olur. Bunların hamısı ilə birdən məşğul olmaq təbii ki, bir balaca müəllimlər təsdiqləyər ki, mümkün olmur. Və şagird də əvvəlcədən qorxduğuna görə, oxuduğu üçün artıq böyük siniflərdə qorxmadığına görə o oxumur. Öyrənmək istəmir. Çünki onu artıq əvvəlcədən qapalı düşüncəyə salıb müəllim, istər valideyn. Ancaq uğuru təriflənir. Şagirdin ancaq uğuru təriflənir. Digər şagirdin yanında digər şagirdin uğuru təriflənir. Baxın, bunlar şagirdlərdə qapalı düşüncə formalaşdırır. Bir şagirdin yanında digər şagirdi tərifləyib uğurunu tərifləmək həm digər şagirddə qapalı düşüncə formalaşdırır, həm də təriflənən şagird. Uğur yox, şagirdin əzmi təriflənməlidir. Nəticə yox, proses təriflənməlidir. Bunları yadınızda saxlasanız, siz düzgün cavab tapacaqsınız testlərdə. Uğur yox, nəticə yox, proses. Afərin, sən elə belə də olmalıydı da. Sən o olimpiyadada birinci yerə çıxmalıydın. Afərin, sən olimpiyadaya gedən yolda bu prosesdə çox əziyyət çəkdin, əzm göstərdin. Digər şagird də bilir ki, Tural olimpiyadada əzm göstərdiyi üçün nailiyyət əldə edib. Turalın babası elmlər doktoru olduğuna görə nailiyyət əldə etməyib. Şagird bunu bilsə, açıq düşüncə formalaşacaq. Və yanlış cavab yerinə maraqlı cəhd. Biz şagirdə deməliyik ki, maraqlı cəhd idi. Yox, sən səhv cavab verdin, otur. İndi baxın, dur ayağa, gözünə su ver. İndi Murad necə cavab verəcək? Uşağı qapalı düşüncə tərzinə saldıq. Risk götürmə mədəniyyətinin qarşısını elə oradaca aldıq. Səhv dedin, otur. Maraqlı cəhd idi. Daha yaxşı cavab gözləyərdim. Məsəl üçün, əgər çalışsan, əzm göstərsən, gələn dərs daha yaxşı cavab verəcəksən. Amma otur. Sən heç nə bilmirsən onsuz da. Fuat, dur ayağa, indi gözlə su ver. Fuat nə yaxşı dərs danışacaq. Müəllimlə şagirdlərdə bunlar qapalı düşüncə tərzi formalaşdırır və uğuru əldə edə bilmirlər. Prosesi və səyi tərifləmək. Baxın, artıq neçənci dəfədir deyirəm, şagirdin nəticəsini yox, o nəticəyə qədər olan o proses var, səydə şagirdin göstərdiyi əzmdir. Prosesi və səyi tərifləyirik. Və sual verməyə təşviq etməliyik. Şagirdlər sual verərkən o sualı düşünürlər axı. Mən bu dərs haqqında nə sual verim? O zaman o şagirdlər sual vermək üçün düşünəndə dərin düşünürlər və yaxşı da öyrənirlər. Davam edək baxaq. Bəs yaxşı, risk götürmə mədəniyyəti şagird üçün nə üçün vacibdir? Baxın, səhv etsəm də öyrənirəm düşüncəsini qəbul edir. Əgər bir şagirdlərə sən səhv etsən də qorxma, öyrənirsən, formalaşdırırıqsa, şagird bu riski götürə bilir deməli. Şagird çətin tapşırığı fürsət kimi görməlidir. Özünü başqası ilə yox, dünənki özü ilə müqayisə eləməlidir. Müəllimlər bəzən fikirləşir ki, şagirdin yanında valideynlərdə də bu yanlış düşüncə var. Valideyn gəlir valideyn iclasına, istəyir ki, onun uşağı təriflənsin. Deyir, elə mənim uşağımı təriflə, niyə tərifləmirsiniz? Amma valideyn yanlış olaraq bilmir ki, bir şagirdi digər şagirdin yanında tərifləmək olmaz. Bir şagirdin dayanmadan uğurunu digər şagirdlə müqayisə etmək olmaz. O şagirdlərdə qapalı düşüncə tərzi formalaşdırır və şagirdlərin bir-birlərinə qarşı müəllimlər kin yaradır, nifrət yaradır. Yəni, adicə özünüz orta məktəbdə oxuduğunuz dönəmi yadınıza salın. Siz oxuyursunuz, sizdə ola bilər bir balaca zəiflik var. Digər şagird sizdən yaxşı oxuyur, dayanmadan onu tərifləyirlər. Adam fikirləşir ki, bizə bu bizim sinifdən çıxsaydı, sinifin yaxşı oxuyanı mən olardım. Yəni, şagirdləri şagirdlərlə müqayisə etmək olmaz. Şagird özünü də özü ilə yox, dünənki özü ilə müqayisə etməlidir. Bunu şagirdlərdə biz formalaşdırmalıyıq, biz müəllimlər və eyni zamanda biz valideynlər. Gözləmə vaxtı. Baxın, Karl Dweckə görə gözləmə vaxtı önəmlidir.
Yəni gözləmə vaxtı Dvekə görə açıq düşüncə tərzi formalaşdırır. İki dəqiqə. Bəs yaxşı, bu gözləmə vaxtı nədir? Gözləmə vaxtı müəllimin sual verdikdən sonra şagirdə düşünmək, cəhd etmək və səhv etmək imkanını verməsidir. Baxın, şagird düşünə bilər, cəhd edə bilər, səhv cavab da verə bilər. Onu tənqid etməməliyik. Onun üstünə qışqırmamalıyıq. Onu qorxutmamalıyıq. Gözləmə vaxtını şagirdin dərin düşünməsi üçün veririk. Təbii ki, 5 dəqiqə, 10 dəqiqə yox. 3, 5, bəzən çətin sual olanda 10 saniyə biz vaxt verməliyik şagirdə ki, düşünsün. Aha, Dvekə görə zəka və bacarıq düşünmə və çalışma ilə inkişaf edir. Dvekin düşüncəsi budur. Fitri istedad Allah tərəfindən verilmir. Sən nə qədər çalışsan, nə qədər əzm etsən, o qədər inkişaf edəcəksən. O qədər uğur əldə edəcəksən. Baxın, gözləmə vaxtı verildikdə elə şagirdlər var dərhal cavab verə bilir, elə şagird var dərhal cavab verə bilmir. Gözləyir. Bir iki saniyə gözləyir. Sanki sual şagirdə çatır, şagird onu qəbul edir, şagird onu beynində emal edir, cavab verir. Bəzi şagirdlərdə bu 2 saniyə ərzində baş verdiyi halda, bəzi şagirdlərdə 3-5 saniyə, 6 saniyə. Onun üçün müəllim gözləmə vaxtı verməlidir. Şagird düşünərək cavab tapmağa çalışır. Bu da şagird düşünərək, baxın, sualı verdiniz. Tez emal edib cavab verən şagird cavab verir. Siz də dediniz, afərin, digər suala keçdiniz. Şagird düşünür ki, mən cavab verə bilmirəm, deməli bilmirəm. Lakin siz vaxt versəz, o gec düşünən şagirdlər də cavab verəndə düşünür ki, bəli, mən artıq öyrənə bilirəm. Bilirəm, cavab verə bilirəm. Bu zamanda onlarda açıq düşüncə tərzi formalaşır. Bayaq mən sizlə danışdım, dedim ki, baxın, biz düzgün tərif, düzgün rəy verməklə uşaqları qapalı düşüncədən açıq düşüncəyə keçirdirik. Yanlış rəy verməklə uşaqları açıq düşüncədən qapalı düşüncəyə keçirdə bilirik. İndi Dvek də belə düşünür. Dvekə görə, düşüncə tərzi nəzəriyyəsinə görə düzgün tərif uşağı açıq düşüncə tərzinə aparır. Və düzgün tərif nəticəyə və istedada yox, sonda əldə etdiyi nəticəyə və istedada yox, səyə və prosesə, strategiyaya yönəlir. Yəni sonda əldə etdiyi nəticəni tərifləməyin. Şagirdin bu nəticəyə çatdığı vaxta qədərki olan proses var, əzmi, səyi, bax onu tərifləyir. Yəni afərin, sən fitri istedadsan yox, afərin, çox çalışdın, nəticə əldə etdin. Bəs düzgün olmayan tərif hansıdır? Düzgün olan tərif dedik ki, nəticəyə yox, səyə və prosesə yönəlikdir. Düzgün olmayan tərif istedad yönümlüdür. Nəticəyə siz tərif verirsiniz. Bu cür tərif insanı qapalı düşüncəyə aparır. Məsələn, sən çox ağıllısan, sən bu işdə təbiətən bacarıqlısan, heç vaxt səhv eləmədin, əhsən. Yəni uşaq fikirləşir ki, uğur bacarıqdan asılıdır, dəyişmir. Yəni mən uğur əldə eləyirəmsə, deməli fitri istedadam, bacarıqlıyam. Ona görə uğur əldə elədim. Lakin düzgün tərif səyə və prosesə yönümlü olduğuna görə açıq düşüncə formalaşdırır. Bu tapşırıq üçün çox çalışdığımı gördüm. Bax, biri var deyirsiniz ki, afərin, bu tapşırığı səndən başqa heç kəs həll eləyə bilməzdi. Sən riyaziyyat üçün doğulmusan. Biri də var, bu tapşırıq üçün çox çalışdığını gördüm. Sonda uğur əldə etdin. Fikir verin, burada şagird bilir ki, onun babası riyaziyyatçı olduğuna görə yox ha. O çalışdığına görə riyaziyyatı belə deyək ki, anlayır, tətbiq edə bilir. Məsələn, fərqli yol sınayıb bir şagird, siz onu açıq düşüncə tərzi formalaşdırmaq üçün deyirsiniz ki, fərqli yol sınamağın çox yaxşı idi. Bəzi müəllimlər deyir ki, özündən Amerika kəşf eləmə. Nə öyrətmişəm ondan yaz. İnanın ki, orta məktəblərdə bu cür müəllimlər çoxdur. Acınacaqlıdır, şagirdi inkişaf eləməyə qoymur. Bir metod öyrədir və şagird başqa bir metodla dərsi yazıb gətirəndə deyir ki, mən səni elə öyrətməmişdim axı, belə niyə yazmısan? Nə fərqi var? Əsas yol düzdür. Siz şagirdə motivasiya verin.
Fərqli yol sınamağın çox yaxşı idi. Səhv etsəndə davam etməyin xoşuma gəldi. Strategiyan bu dəfə çox yaxşı idi. Fikir verin, uşaq düşünür ki, uğur səy və öyrənməklə inkişaf edir. Bayaq deyirdi ki, mən istedadlıyam da, fitr istedadam deyə uğur əldə edirəm. İndi deyir ki, səy göstərdim deyə uğur əldə etdim. Deməli, Karl Dweck'in nəzəriyyəsi bu qədər asan nəzəriyyələrdən biridir, çox rahat nəzəriyyələrdən biridir. İlk nəzəriyyəni ilk dərsi, bu nəzəriyyəni seçməyimə səbəb o idi ki, müəllimlər öz düşüncə tərzinizi dəyişərək istədiyiniz uğuru əldə edə bilərsiniz. İlk öncə özünüz açıq düşüncə tərzi özünüzdə formalaşdıraraq, şagirdlərinizdə də açıq düşüncə tərzi formalaşdıraraq, şagirdlərinizdə daha uğur əldə etmələrinə köməkçi ola bilərsiniz. Elə biz özümüz özümüzə də kömək edə bilərik. Açıq düşüncə tərzi formalaşdıraraq özümüz özümüzə də uğur əldə etməkdə köməkçi ola bilərik. Bir neçə sual yazmışam. Oxumaq istəyən müəllimlər varsa səsi açıb suallara cavab verə bilərlər. Yox, oxumaq istəyən yoxdursa özüm oxuyub izah edərəm. Oxuyum müəllimə. Buyurun, buyurun oxuyun. Hansı davranış açıq düşüncə tərzinə aiddir? Çətin tapşırığı görməzdən gəlmək, xeyr, səhvdən dərs almaq və təkrar cəhd etmək, bu oxşuyur. Yeni fikirlərə qarşı müqavimət göstərmək, başqasının fikrinə laqeyd qəbul etmək. B variantı da səhvdən dərs almaq və təkrar cəhd etmək. Bəli, açıq düşüncə tərzinə malik şəxslər səhvləri öyrənməyə fürsət kimi qəbul edirlər və təkrar cəhd edirlər. Əl çəkmirlər öyrənənə qədər. Oxumaq istəyən digər müəllim varsa buyurub Bəli, oxuyun. oxuyum müəllimə. Buyurun. Mənim müəllimə. Bəli, oxuyun, buyurun Aydan müəllimə. Qapalı düşüncə tərzi hansı xüsusiyyətlərə xarakterizə olunur? Dəyişikliklərə açıq olmaq, xeyr, bu açıq düşüncə tərzidir. Uğursuzluğu bacarıcsızlıq kimi qəbul etmək, məncə budur. Səhvlərdən dərs almaq, bu xeyr. Yeni təcrübələrə cəhd etmək, bu da açıq düşüncə tərzinə uyğundur. Qapalı düşüncəli şagird, müəllim, fərd, uğursuzluq görən kimi deyir bacarmıram, əl çəkir. Halbuki uğursuzluq insanın zəifliyi deyil. Hələ ki bacarmır. Çalışsa, cəhd etsə bacaracaq. Buyurun müəllimlər, aktiv olun. Oxuyum Səday müəllim. Oxuyun Sevinç müəllim. Daha sonra İbrahim müəllim siz oxuyarsınız. Gözləmə vaxtı nə üçün vacibdir? Hı -hı. Öyrənilənləri nəzərdən keçirmək və düşünmək üçün, boş vaxt keçirmək üçün, səhvləri gizlətmək üçün, müxtəlif işləri eyni anda görmək üçün. A variantı. Öyrəniləri nəzərdən keçirmək və düşünmək üçün. Bəli, müəllim gözləmə vaxtını onun üçün verir ki, şagird onun öyrətdiyini ani moment belə olsa, bir 3 saniyəlikdə olsa nəzərdən keçirib cavab versin. Çünki hər kəs eyni qavramır. İbrahim müəllim sizə söz vermişdim. Buyurun oxuyun. Hansı vəziyyət açıq düşüncə tərzini göstərir? A variantı, mən bunu edə bilmirəm, çünki bacarığım yoxdur demək, bu qapalı düşüncə tərzidir. B variantı, səhv etdim, amma növbəti dəfə daha yaxşı edəcəyəm. Bəli, bu açıq düşüncə tərzini göstərir. Çətin tapşırıqdan qaçmaq və tənqidi qəbul etməmək, bunlar da qapalı düşüncə tərzini nümayiş etdirir. Bəli, düzdür. Digər müəllimlərdən oxumaq istəyən varmı? Salam. Salam. Mümkünsə mən oxuya bilərəm. Bəli, buyurun oxuyun. Qapalı düşüncə tərzi olan insan səhv qarşısında necə davranır? Səhvi öyrənmə fürsəti kimi görür. Bəli. Səhvlərdən qaçır və özünü müdafiə edir. Xeyr, bu deyil. Səhvi təhlil edir və təkrar cəhd edir. Bu da oxşuyur. Səhv barədə başqalarından öyrənir. Məncə səhvi öyrənmə fürsəti kimi görür. Yox, bir dəqiqə, bura düzgün baxın. Baxın, qapalı düşüncə deyir. İnsan səhv qarşısında necə? Üzr istəyirəm. Buyurun. Səhvi barədə başqalarından öyrənir, yox. Səhvi öyrənmə fürsəti kimi görür, yox. Səhvdən qaçır və özünü müdafiə edir. Bəli. Baxın, qapalı düşüncəli insan qapıyıb, beyni bağlayıb. Öyrənmə fürsəti kimi necə görsün? Heç cürə.
O açıq Təbii ki. düşüncəli insandır ki, beyin açıq deyir, səhv eləmişəm, yaxşı eləmişəm, nə olacaq ki? Səhv insan üçündür. Nöqsan insan Çox sağ olun, üçündür deyir. müəllimə. Diqqətsizliyimi də nəzərə Eyb saldınız. eləməz, öyrənmək üçün Sağ buradayıq. olun. Sağ Öyrənirik. olun. Zamanla çox Çox sağ olun. ən gözəl oxuyan, öyrənən bəlkə də siz olacaqsınız. İnsan başlayanda həqiqətən bir dəfə, iki dəfə səhv edir. O səhvdən qorxmadıqca müəllimlər gerçəkdən uğur əldə edəcəyik. Aha, səhvi təhlil edir, təkrar cəhd edir. Bu açıq düşüncəlidir. Fikirləşir, səhv etdim, o səhvini təkrar təhlil eləyir. Harda səhv etdim, nə üçün səhv etdim? Səhv barədə başqalarından öyrənir. Mən bayaq dedim, açıq düşüncəli şəxs başqalarından kömək istəyir, qapalı isə istəmir. Aha, buyurun müəllimlər, kimsə oxumaq istəyirsə, oxusun. Buyurun Zülfiyə müəllimə. Hər vaxtınız xeyir, müəllim, necəsiz? Yaxşı olasınız, buyurun. Aha, siz riyaziyyat dərsindəsiniz və müəllim çox çətin bir tapşırıq verdi. Siz bir neçə dəfə səhv edirsiniz və həlli tapa bilmirsiniz. Bu vəziyyətdə aşağıdakılardan hansı açıq düşüncə tərzini göstərir? Mən bunu bacarmaram, mən riyaziyyatdan pisəm, heç cəhd etməyəcəm, bu qapalı düşüncəli insandır. Bu tapşırıq çox çətindir, amma səhvlərimdən dərs alıb yenidən cəhd edərəm. Bu yenidən cəhd etmək istəyirsə, bunu qorxuzmur. Açıq düşüncədir, B variantdır. Aha, Başqa birinə baxaram, özüm heç nə etməyəcəm, bu da qapalıdır. Mən hər zaman düzgün oxumalıyam, səhv etmək olmaz. O səhvlərindən qorxanda qapalı düşüncədir. düzdür. Yəni qapalı düşüncə tərzi bəzən suallarda müəllimlər səhvən fikirləşir ki, şagird düz eləyir, dayanmadan ancaq düzgün, yaxşı oxumağa çalışır. Yəni dayanmadan uğur əldə etməyə çalışır. Əslində bu şagird səhv eləməkdən qorxur. Əgər dayanmadan ən düzünü özü hesab eləyirsə, ən yaxşı dərsi mən oxuyuram, sinifin ən yaxşısı mənəm, deməli bu şagirddə qapalı düşüncə var. Onu biz açıq düşüncəyə keçirtməliyik, qapalı düşüncədən. Aha, sonra baxaq. Son sualı da müəllimlərdən biri oxusun, yekunlaşdıraq. Kim oxumaq istəyər, oxumayan müəllimlərdən? Oxumayan müəllimlərdən kim var burada? Aha, ad çəkmək istəmirəm, çünki ola bilər ki, hər hansısa bir müəllimlərdə səs açmaq mümkün Oxuyun deyil. müəllimə. Buyurun, son sualımızda oxuyun, yekunlaşdıraq. Aha, bir saniyə. Mhm. Siz məktəbin robot texnologiyaları klubuna qoşulmusunuz. Komanda ilə böyük bir yarışmaya hazırlaşırsınız. Yarışma günü robot bir neçə dəfə düzgün işləməyir və komandadakı bəzi üzvlər əsəbləşərək layihədən imtina etməyi təklif edir. Bu vəziyyətdə aşağıdakılardan hansı açıq düşüncə tərzi və inkişaf edən zihniyyəti nümayiş etdirir? Robot işləmirsə, demək mən və komanda bacarıqsızıq. Yarışmanı buraxaq. Bu qapalı düşüncə tərzidir. Səhvləri analiz edib, səhvləri tapmalıyıq. Robotu düzəltmək üçün cəhd edək və bir-birimizə kömək edək. Bu açıq düşüncə tərzidir. Heç kim düzgün işləmir. Mən də heç nə etməyəcəyəm. Bu qapalı düşüncədir. Robotun işləməməsi faciədir. Artıq vaxtımız itdi. Heç nə edə bilmərik. Bu da qapalı düşüncədir. Bəli. Bu da qapalı düşüncədir. Müəllimlər, bunlar asan suallar idi. Çünki bunlar artıq anlamanı ölçür də sizdə. Dərsin sonunda, izahın sonunda mən sizə bir neçə sual nümunəsi göstərirəm ki, dərsi necə anlayıb anlamadığınızı ölçün. Lakin sizə 13 sual, 12-13 suallıq bir PDF hazırlamışam. O sualı indi dərs yekunlaşan kimi sizə yollayacağam. Dərsin PDF-ini də sizə yollayacağım. Linki də yükləyəcəm, yollayacağım. Dərsə yenidən də baxa bilərsiniz. Dərsi burada yaxşı qavradınızsa ehtiyac yoxdur. Testləri işləyərsiniz. Gələn dərs testlərin də üzərində izah olacaq və digər mövzularımızın da izahı olacaq. Bugünlük bu qədər. Sualınız varsa sualınızı verərsiniz. Sualınız yoxdursa dərsi yekunlaşdıraq. Ətrafınıza üçün. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm Çox sağ dinlədiyiniz olun üçün. müəllimə. Allah canınıza Çox sağ sağ olun. olun. Siz də sağ olun. Təşəkkür Allah edirəm. O razı zaman olsun. Sağ olun. gələn dərs yekunlaşdıraq. Gələn dərs görüşənədək. Hələlik. Sağ olun. Sağ olun. Təşəkkür edirəm hər birinizə.